öldürdüm. Hamınıza dostlar, bugün sizlerle birlikte Minecraft 1.21.5 sürümünde hardcore videosu çekirik. Bu hardcore videosunun bölümcüsünün gelmesi ise aşağıda videoda kanala abone olmayı. Bölüm 2'si üçün bu videoya bir 6 like gəlsə part 2'si gələcək. Onu da gəlin çox uzatmadan videomuza keçək. Gördüğünüz kimi belə bir adada başladıq. Və burada belə huş mekanında başladıq. Və bu huş ağacı niyə bu qədər böyükdür? Huş ağacı bu qədər böyük olmuraq, nəysə. Klasik Minecraft ağacımızı tak qırdıq. İndi isə buradan çalışma masasından hop çubuqlar, buradan belə, ondan sonra belə, sonra belə, sonra bir dənə kazma və buradan gəlib daş dövrü. Bəli. Dostlar 1.23 sürümü çıxanda da hal-hazırda 1.22-də, yəni 1.21.5 1.22-nin güncəlləməsidir. 1.23 çıxanda 1.23-də də hardcore atarıq çıxanda. Yəni 1.23 ons veriblər. Spoiler yad veriblər, biraz göstərirlər, amma tam göstərməyiblər. Göstərdikləri qədər göstəriblər. Kozmo 59 sana verdi. Hə 1.23-də də hardcore atacaq. Premium pullu Minecraft olması, yəni premium alınan. 1.23'də Teli Legacy oynadığım üçün mən Teli Legacy ilə birlikdə bir oyunu güncəlləyib 1.23 oynaya bilərik. Bu kazanı bütüyü qırım. Yəni 59 canavar da 59 tane daş qırım. Bu hardcore'un bir kimi 1.16.5'də atmışdıq bir. Onu bir 4 bölüm attım. 4 bölümden sonra da ölmedi. Hələ qaldı mesela o server. Ancaq indi 1.21.5 oynadığım üçün 1.16.5'in başını buraxdım. Yəqin ki bunu da bir 7-8 bölüm olaram. Haçan ölsəm, ölmərəm, ancaq bir 100 gün həyatda qalmağa çalışacağam yenə. Madənə girəcəm, kasadan. Elmas asandır onsuz kasmaq. Hop 59 tane daş hal-hazırda qırdım. Niye 59 tane var? Hələ də onu yüksəltməyiblər. Düzəltməyiblər. Hop bir dənə balta. Hop bir dənə. Normalda qılınc işlətmirəm. Bax yenə düzəldəcəm o qılınc. Hop buradan bir dənə də hər ehtimala qarşı fırın. Hop hop hop. İndi burada bir şey yoktu. Şimdi crafting table'ımızı alaq və belə yorulaq və orada kömür var deyəsən. Hə. Kömür yəni lazım da. Kömür tapmışıq, almalıyıq. Kömür lazım da la. Aga kömür lazım olar. İndi lazım olmasa sonra lazım olar. Məsələn heyvan öldürən yemək pişirməyə. Sonra tapa bilmərəm. Özdə meşale eləməyə, düzəltməyə iş yarayır. Hop kömür 12 tane kömür çıktı. Biraz odun qırım. Mesela bu ağacı bütüyüb, bu aşıb ağac ne olub buna? Boynu əyilib. Hop. Çünki odun da lazım olacaq. Huş kütüyündə qalmayacağım, başqa yerə gedəcəm. Çünki məncə huş kütüyü o qədər də yaxşı odun deyil. Oha. Bu nə böyük modəndə belə. Çoxla düşmək istəmir, girmək istəmirəm. Ancaq ona boydu idi elə. Hop. Hop. Aha, indi buradan torpaq verir biraz bizə. Daşdan çıxımda 45 tane daşım var. Onsuz daş hər yerdə var. Və indi çubuğu ataq belə. Aha, indi harda qurula bilərəm? Yine bir dəqiqə. Vatsana şeydir. Hop düz bir gedək, irəliyək. Üstə quş axşam olur deyəsən. Bax. Axşam olur deyəsən ha. Kır çiçəkləri. O şeydən 1.20'də gəlibdə bu. Yerə tökülmələri, bütün ağaçlar. Donuz öldür. Axşam yeməyi. Mənim axşam yeməyisiz. Hop hop. Ye bunları ye.
Normal vuramıram mı? Əlim tərlidir. Əlim sürüşür. Hop, buradan belə gedək. Aha, öldürdük. Qarayın. Negur yün. Aha. İndi buradan aşağı nəsə düşəcəm. Canımı da çoxaltmaq istəmirəm. İstəqələcəm. Onun əvvəl axır tekniməyə lazım olacaq. Axır tekniməyə lazım olacaq. Burada heç canımı bir söz atmadan düşəcəm. Hop, teknəni qoyacağım. Oy. Biraz da belə. Oy. Qəşəng. İndi nasıl pozisyon kızlar? Neyse. Demir yüzeyde yoktu. Çok da girmek istemiyorum çünkü hardcore'da canavarlar normaldan güçlüdür. Aşağıda düşmek istemiyorum. Neyse, bu bölümde böyle çok da böyle elmasa çok da yönelmeyeyim. 3 bölümden neye elmas seti olamış? Yani ikinci, üçüncü bölümde belki elmas seti olaram. Çünkü normalde bir hardcore olmasıydı, girərdim madene. İlk bölümde. Ancaq hardcore'da canavarlar həddindən çox güclü olduqları üçün çox da cəsarət edəmirəm. Bu kənardakı kömürlərdən belki arxalarında dəmir çıxdı. Çıxmadı, kömür. Kömürün arxasında kömür. Uy. İnan buraya düşdüm. İndi burada niye bu kadar düşdüm? Luka düştüm hemen de başta. Ya buradan o taraftan çıkabilirim. Ben buradan düşsem ölerim ha. Vallahi. Ne biraz dikkatli çıkak. Hop 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 hop. Hop böyle hop. Biraz taş kır taşlardan çıkak. Üstümüzü fırlamır ha. Hop böyle ve çıkabildik. Hop. Koyunu yiyək. Aha, tavuk. Öl. Aha, inek. Səndən şey bir dəri. Baltadan niye vurdum valla? Şimdi kılıçdan vururdum da. Bunu da öldürdüysen dəri oldu. 3 tane. Orada bir tane inek var idi, buralıqdı. Ha, deyirəm də bu daha 2 tane var hətta. Desəm bu gecəni yerin altında hissedəcəm. Normal. Sen dar oldu, 7 dara. Bir tane sıkıcı göğüsü giyerdim. İndi pantolon edebilirim. Girmeliyim yerin altına day. Düz buradan girebilirim. Çünkü oha. Bir dakika. Torpağı ver. Önüne buradan meşale yer. Hop, tüfan yok. Bu. Bura maden atılır diyorsun. Sıkılı bir tane. Oraya biraz geçelim. Biraz yemeğe götürürüm. Yoksa ben böyle yemeğsiz gitsem 100% ederim. Şimdi bunu ver. Buradan bir tane fırın ediyor. Hop. Sonra gördüğünüz gibi dostlar, səhər oldu ve ben de akşam böyle orada akşam olduğu yeri çıktı götürmek istemedim çünkü o madene gitti baktım hiç de yoktu, kömür de yok idi, hiç demir de yok idi. O için biraz AFK sakladım. Yemeklerimiz de hem de pişti o vaxtda. Hamısı pişirmedim ancaq toyuqlar bir de toyuq bir de qoyunun yumurtası yadımdan çıxdı. Ancaq neyse ancaq şey biftekdən domuz ətindən inek etini pişirdim. Şimdi ben buradan olarak ilerleyebilirim. Aa, koyu meşe biyomu. Koyu meşe biyomunda ne var şimdi? Hiç yok diye üstünde. Allah. Hop, böyle gidelim. Koyu meşe biyomunda hiç yok diye. Hop, böyle. Şey. Ne kadar bile belki bir tane şey düzeldik. Ama emektar düzeldik işte yani sonra hop
Püf. Düşmüş çora. Hop. Yusuf'tu. Siz ben o Yusuf'tu. Ben de Yusuf'tu. Oy. Canavar. Baba yapıyorum ben. İlk bölümde mən də dəmir tapsaydıq yaxşı olardı. Ağaca kəllə də atdıq. 2 dənə şeker qamışı. Şükür. Buna da şükür. Buna da şükür. Aha, gedirik və bəli. Mən meşalemi almadım. 3 dənə meşale ziyana düşdük. Bal kabağın tək qalıb burada. Yox, tək qalmayıb. Ay dostlar. Dost demiştir, ayrıldı. Buna bak hala. Oh valla. Lazım var bol kabağı. Bir dostlar hemen etse. Hop. Hop hop. Biraz sağda böyle gece görüşü var bizce. Bu gece görüşü hileden değil, sadece text to text koymuşam. Gece görüşü text to text'i. Yani o hile sayılmır bence. Hile de sayılmaz ki gece görüşü tekstur peki. Bence sayılmaz ya. Ona göre koydum yani hile yazmamışam. Hop koyma şu hargurtan bir. Yine huşa geldim ha. Huştansa koyum işi daha yaxşıdır. Çünkü bir huş olduğunu bile çok da şey değil ya. Yüreğime yatı koy. Huş olduğunu benim. Hop. Harda ev düzeltebiliriz. Bandanara, poposu koyacağım. Bu ağaçta niye bu kadar büyüktü? Diye normalde ladin ağaçsa o boyda olur. 4 tane yan yana koyanda. Ama vuran benim elim yaşlı terlidi. Diyorsunuz terli bu hissi de size video taşırım. Hop. Aha ağaç. Bir normal biyom tapabilmedim ha. Azlığımız çatan qədər elə çox şey saxlamaq istəyirəm. Full. Çünki belə tez hasar alsam tez canımda olsun diye. Şimdi buradan çıx. Aha koyun. Shorts videoları paylaşsan görsən shorts izlənər. Gidik. Hop. Canlı yayınlar eləsək heç kim gəlməz, yəni boş şeydir. İndi gedirik. Bu huşdan qurtulamadım mən bir dənə. Ona dostlar mən bir dənə əməlli başlı belə huşdan başqa bir biyom tapım və yolda gedəndə bəlkə heyvan öldürüb biraz yemək astım. Nəkdir huşdan başqa olduğunu biyom tapadan sonra video devam edəcəm. Ve gördüğünüz gibi dostlar ben istediğim için biyom yaptım ve biyomun yanında köy de var idi. Yani onun için daha biraz 40 blok yukarı çıktım. Gördüğünüz gibi 108. katmandayıq. Yani köy baktım ben demircisi de yok idi. Ama demir golemi var idi. Oh yeah. Hop. Aha vurdum. Etime karşı bir tane bir yana çıxaq. Çünki tək atır demir golem. Ben demir golemi öldürdüm dostlar ve 3 tane demir çıktı, 4 tane de çıkmadı hiç. Ama demir kazmayı eləyebildik. İndi bir başarımlara bak hele. Demir zırh parçası ya, təcə boş şeylerdi. Hepsini ben sonra eləyəcəm. Bir tane seri eləyəm, bütün başarımları almağa çalışıyorum. Alaram ancaq, o çox vaxt var, ən azı bir həftə. Çətin başarımlar da var, asanlarda. Bir tane zümrütü 6 gibi patisi. Bu köyde saman yoktu. 2 sevmedim. Niye sağ tıkladım bilmiyorum. Onu söylediğinden sonra da olmuyor, tamam. Hop. Bu köyde ne tür saman balyası yoktu. Bu ne tür köyde aga? Allah bu ne tür köyde? Bu ne tür dıbıjeniyadı. Hop. Onlar arkadan havlar. İndi
Nə qara bilərik, nə qara bilərik. De bunu bir yeyək. Hə, bəlkə ev çək bir dənə qəşəng. Kuş ödündən də ev düzəldə bilərəm ancaq. Nə qaraq, nə qaraq. Boş işlər elə. Burada nə var? Heç nə. İki çıqqılı bir dənə mağaraya girim. Çıqqılı, lap çıqqılı. Belə çox çıqqılı. Çıqqılı. Belə çox da mənfilərə düşmədən. Bax xarabı. Amma boğulmamalıyam da var. Aha, dəmir var ki. Bir dəqiqə bir şey eləmək istəyirəm. Hop, tez gidiyorum. Öyle bir bura mən üçün qazıbları. Ben buranı düzəltib gələcəm. Gördüyünüz kimi dostlar, belə bir yeri qaza bildim və dəmirlərə qavuşdum. İki dənə dəmirə görə nə qədər şey elədim. Çox da bir şey eləmədim. 2-3 dəqiqə oldu. Vaxt keçdi. Ancaq nəysə, 2 dənə dəmirə düşür. İndi isə açırıq. Açıl. Hop və indi çıxdığını buradan nallayırıq. Getdik. 2 dənə dəmirimizi atdıq cibimizə. Valla. Qalxan pulu çıxdı. Eyvallah. Of. Durduq yerdə özüm əziyyət çəkdirdim. Ne bileyim abi. Buna ver. Buna ver. Buna ver. Hop. Məndə biraz dəlillik var. Bəlkə video dışında elmas. Aslında bura biraz dağlıqdır. Aha, deyirəm. Tam deyəcəyim ki, dağlıqdır. Bəlkə burada dəmirdən yatdan olar. Çünki dağlıq ərazilərdə dəmir çıxır. Və həqiqətən dəmir çıxdı. Yaxşı ki, baxmışam. Və ultra baba pir oyuncu. Aha. Dəmirlərə ver, dəmirlərə ver. Uy. Uy. Uf. Dəmirlərə bax. Özü nə qədər də çıxdı. Qəşəng. Arxasından biraz da, biraz da. Yox da, o çıxdı. 10 dənə. Bərəkətli olsun. Hop. Bəli, hop, belə. Hal olsun mənə. Yaxşı ki, suya düşdüm. Çox risk edirəm. Çox qudururam. Mən gidib ölümsüzlük totemi lazımdır mənə, həqiqətən də. Ay, səhv şey qoydu. Mənə gidib ölümsüzlük totemi lazımdır. Hop. Ondan sonra kart qoy işlədim. Hamı ölümsüzlük totemi işlədirdi, yəni məntiqən. Hop. Biraz daş qıraq. Lazımdır çünki. Dəmir kazmanı işlədirəm. Cəhənnəm olsun o yana daş. Hop, dəmirdə həyatda nə var? Dəmir deyəsən yoxdur. Yoxdur deyəsən. Hop, baxıram ancaq yoxdur. Yoxdur. Əşi yoxdur. Körpü kimi körpü. Körpə. İndi fırınlarımızı qoyaq belə. Mənim kömürüm ona. Kömürlər də yaddan çıxdı. Nəysə, burada onsuz istədiyim qədər kömür yoxdur. Dolanlar aldıq lan. Kömürlərim yaddan çıxıb qalıb orada. Fırınların yanında. Nəysə. Nisiyə. Bandanlara.
Burada qar biyomu var deyəsən. Ona bax hələ. Torpaq qarlanıb. Həcin qar biyomu var. Oha, buralıq gedir belə. Deyirəm də daha qar biyomu. Qar biyomu varsa, orada 16 yacım burada şehri var. Antik şehir ola bilər. Biraz elmas ehtiyat oldum, gedib baxacağam. Hop. Qır. Amma antik şehir olsun. Yəni adi belə çıqqılıb oradan yeri olmasın. Bana antik şehir lazım çünki. Antik şehir yoxdursa neyinlə mən? Hop, teknemi verməliyim. Tekne niyə? 10 dənə dəmir, bir dənə qalxan düzəltəcəm. Balta düzəltəcəm. 9-6. Kova düzəltəcəm 3 dənə. O 3 dənə də pis günə sıxıntılı günümə qalsın. Ay buna. Hop, dəmirləri istək. Ondan sonra videomuzu bitirək. Onda dostlar, videomuz bu kadar olsun. Bu videomu sevdiysen, hardcore sevdiyseniz aşağıda videoda kanala abone olmayı unutmayın. Bölüm için. Ondan sonra bye bye.